Hörmətli izləyicilərimiz, Gülçin içində bir dənə ev təqdim edilmişsə. Əla ev. Qızılgülün da nə bilim 12 dənə evi var bu həyətdə. 4 otaq, qiymətini də deyirəm qabağınızdan 75.000 manata deyilir. Düz qapısından da marşrut işləyir. Küçəsi də asfaltdır. Bax, bir dənə belə bir variant hörmətli izləyicilərimiz. Mən bir dənə qızılgüllər maşallah mənim məsələləri. Bax, bir dənə qızılgül renk görmüşəm. Mən belə xoşuma gəlir bu renklər. Bax. Qızılgülün maşallah nə gözəl imiş. Burada ağacları da var, bar verən ağacları var. Maşallah. Bu hörmətli izləyicilərimiz. Qiymət qəşəng bir qiymətə qoyulub. İndi qiymətə də toxunacağıq. Evimiz görürsünüz şəxsi tikilidir. Bir dənə göstər, evimizi zəhmət olmasa geniş miqyasda 4 otaqlı evdir. Qardaş dedi ki, bütün evimizin üstü monolit betondur. Kim istəsə alsa, 2-ci mərtəbəsində qaldıra bilər. Evdə yaşayır. Burada da hörmətli izləyicilərimiz. Evimizin yanında böyük işlər var. Orada ehtiyac sütəni yəni yaşayış olan evdir də. Bura 1 manat əlavə xərc qoymayacaqsınız. Evimizin aşağısı da betondur. 20 santim qardaş hamısı betonlamışıq, möhkəm. Bax, sizə göstər. Bu çıxıntılar var, hörmətli izləyicilərimiz. Bu çıxıntı qabaqda da var, burada da var. Qardaş qeyd elədi ki, deməli buranın 2 mərtəbəyə nəzərdə tutmuşduq, 2 mərtəbəyə. Yəni onları sonradan qaldırıb 2 mərtəbə eləyəcəkdik buranı. İndi qismət olmadı, satırıq. Bizim Allah canımı sağ eləsin. Tək bizim belə müştərilərimiz var, belə baxdığımız. Allah alanı da satanı da xeyrin versin. Burada da bax, hörmətli izləyicilərimiz. Bahalı, ən bahalı bilən adam var. Ən bahalı kombisi, bitmintikası. Bax, şkafda nələ maşallah görürsünüz ki, səliqə, səhman yüksək səviyyədədir. Yəni buradan bir dənə həyətdə göstər, hörmətli izləyicilərimiz baxsın. İndi balaca qapısı var, kim istəsə qardaşları darvazanın yerində qoymuşam buradan. Yəni kim istəsə darvazanın yerində qoya bilər. İmkan çatmayıb, yəni xeyli xərc qoyulub və 4 otaqlı evli 1, 2, 3, 4, 5, 6. Buranı da bir balkon kimi eləmişik. Bir təkcə bura bir 7-8 ay əvvəl Pilləkənazada bir 1500-2000-ə yaxın pul verdim. Buranı böyütdüm, kafel, metlaq. Bir xırda xərc çox çıxır evdə. Birim düzdürsən qarşı, halal olsun sənə. Burada bir dənə sanuzel. Bir dənə sanuzel çək. Metlaq vurulub, hörmətli izləyicilərimiz. Kafeli qalıb, lan bir də vurulub. Deməli, hörmətli izləyicilərimiz, burada istəsəz ara kəsmə də eləyə bilərsiniz. Sanuzel 8 kvadratdır. Bura istipoldur. Halda üstün istipoldur. Burada bir dənə zaldır, hörmətli izləyicilərimiz. Baxar, qəşəng bir zaldır. Qəşəng. Ağardılıb, aboy vurmuşlar. Yerdə pol, şilfoklu olmur, dinlə Allah vurulmalıdır. Hal-hazırda evimizdə yaşayış var. Qapılardakı çitay qapıları deyil də bildiyiniz. Əsl taxta qapılardır. Yəni bunu alıb üstünə istəyirsiniz, ağ kraska vurasınız, onlar aliqat istəyir. Bir dənə yataq otağı burada. Bir yataq otağı burada. Yenə qeyd edirəm, şəxsi özünə tikilmiş beton monolit 4 otaq 75.000-ə ev yoxdur sarayda, hörmətli izləyicilərimiz. Sot yarımın içində yerləşir. Torpağın kubçası çıxarışı qaydasındadır. Şəxsi tikili deyirdiniz, şəxsi tikili deyirdiniz. Bu da sizə şəxsi tikili. Bir dənə yataq burada. Baxın, hamısı baba, mevdləri, işıqları. Qardaş, mən dedi, bunlara da xərc çəkmişəm nə qədər, sirsiyalar, yatırlara. Valla, indi kasıb adam deyil, köpük yığıb eləyib, deyir, mən də ev almalıyam. Bunu elə qiymətə qoymuşam ki, yəni insafyanı qiymətə. Yəni qiymətə çox indirim olunmayacaq. Çünki özünüz bilirsiniz, mərkəzi yerləri qoşa daşla, hər bir tərəfi qoşa daşla dikilir. Görün, izləyicilərimiz. Bu evdə, bu evi üstüyə ehtiyac yoxdur. Birbaşa pulu götürürsən, əgər evi satmışsınsa, birbaşa pulu götürürsən, gəlsin arqa satır. Yəni rahat evdir. Yəni bilirsən ki, burası kafedir, burada belə bir mətbəxi var, indi imkanı çatmıyor qardaşım. Amma kafeli tam yığdır. Buradan bax, işıqlı, sirsə radiatorları, pəncərəsi öz həyətinə baxır. Tavan hündürlüyü də ki, 3.20-dir. Və görürsünüz, mən qapının üstündə şey var, ondan bilirəm həmişə ki, ev hündür olanda oradan bilinir. Burada da bir dənə yataq otaqdır, qoşa daşdan tikilib, sirsə radiatorları, hamısı qaydasında 4 dənə otaq. Şəxsi tikil, özünüz bilirsiniz, yəni ev axtaranlar bilirlər ki, belə evlər az-az satışa qoyulur. Güllü, çiçəkli, suyu, qazı, işığı, düz avtobusu, düz Sumqayıt maşını, düz qapısından keçir. Təcili əlim yanında da 4 otaqlı evdir, 75.000-ə verir. İnşallah real alıcıların bir üstünə zəng eləsinlər, bu evlərdən qaçılmasın.